Aşman evinə getdim və atama dedim, ata, çox acam, yeməyə nəyimiz var? Atam dedi, çox dadlı bir aş pişirmişəm. Atam aşı içi dərin boşqaba çəkib masanın üstünə qoydu. Özü 2-3 qaşıq aşdan içdi. Pişirdiyi aşı sevmədiyi üzündən bəlli idi. Mən isə eləcə aşa baxır və ona dilimi vurmayırdım. Aş tüstü dadı verirdi. Boyası da qara olmuşdur. Yemək yemədiyimə görə atam mənimlə savaşdı. Qaşıq götürdüm. Yalnız nə elədim, gördüm aşdan içə bilməyir. Qalxıb boşqabı köpəyimizin qabağına tökdüm. Atam yenə də savaşdı. Yalnız köpəyin də aşı sevmədiyini gördükdə susdu. Sonra özü də aşını çölə töküb dedi, doğrusu çox dadsız aş pişirmişəm. Atam məni bir yemək evinə apardı. İçi dadlı duzlu yemək və içi dondurma yedik. Öz-özümə dedim, keşke atamın pişirdiği yeməklər həmişə tüstü dadı verərdi.